Salam əziz müştərilər, bugün sizə stokumuzda olan belə əlinə olan künc kəsənləri təqdim etmək istəyirəm. Gördüyünüz kimi masada 2 ədəd künc kəsən qoymuşam. Deyə bilərsiniz ki, bunların fərqi nədir? Əslində mexaniki olaraq heç bir fərqləri yoxdur arasında. Sadəcə fərqi nədir? Avadanlıqlar 2 dənə bıçaqla gəlir komplektasiyasında. Məsəl üçün bunun komplektasiyasında R3, R6 ölçüsündə gəlib. Soldakının komplektasiyasında R6, R10 ölçüsündə bıçaqla gəlib. Yəni siz bizdən avadanlığı alanda sizin işləriniz hansına uyğundursa, onu o komplektasiya ala bilərsiniz. R3, R6 və yaxud R6, R10 bıçağı ilə və yaxud ikisindən birini də alıb sonradan əgər işiniz o bıçaqla varsa, növbəti səfər bıçaq da ala bilərsiniz bizdən. Məsələn, əlavə olaraq R10, R3, R6 bıçağı hansını istəsəz, o bıçağı bizdən götürə bilərsiniz. Hal-hazırda sizə təqdim etmək istəyirik ki, bizdə bu həm R3 ilə eləyəcək, həm R6 ölçü ilə, həm R10 ölçü ilə eləyəcək. Göstərək ki, nə cür nəticələr əldə edirik. Qısa məlumat verim ki, bunların 3 sm qədər kağızı, küncün kəsmək olur, yuvarlaq eləmək olur. Ustamızdan da, Ramil ustamızdan xahiş edək, bugün mənə kömək edir videonun çəkilməyində. Usta zəhmət olmasa gəlin göstərək burada nə cür istifadə qaydasını göstərərdim bizə, nə cür istifadə olunur. Hal-hazırda bunun ölçü nədir? Biz hansı ölçünü edirik? R6. R6 radiusunda hal-hazırda. Materialı qoyandan sonra arxadan bucağı tam tutmaqdan ötəri dəmirdən istifadə olunur. Sıxırıq küncə doğru. Göstərə bilərsiniz. Bu R6 ölçüsündə radiusu R6 yəqin görürsünüz, belə daha yaxşı görsənir. Radius vizitka üçün normaldır. İndi hal-hazırda R3 radiusda da eləyəcək. Artıq sözlü qərar verəsiniz, vizitka üçün hansı daha uyğundur. Məncə R3 daha yaxşıdır, bu R6 çoxdur vizitkaya. Küncə normal sıxmaq lazımdır ki, kəsim tam olsun. Bu da R3 radiusundadır. Məncə hiss olunur radiuslarda fərqi. R3 mənə daha yaxşı gəldi, daha xoş gəldi. Daha estetik görsənir. Usta, bunda bıçağı necə dəyişilir? Yəni bıçağın dəyişilmə qaydasını göstərərdim bizə. Bıçaq dəyişəndə bunun presidir, pres çıxır ki, bizə mane olmasın. Burada alt hissəsi də var da, səhv etmirəmsə. R6, R10 alt hissəsi dəyişir, bıçaq da dəyişir. Aydın. Bıçaq oradan açılır da. Bıçağın ölçüsü üstündə yazılır. Yəni R6 bura bıçağı qoyanda, buradan da R6 cavab hissəsini qoymalıyıq da. Bəli, dəyişiləcək. R10 bıçağı qoyuruq biz. Bu qaydada çeviririk. Sıxmağa tələsmirik.
Hı-hı. Sımaqdan ötəri bunu orada aşağıda bir yerdə fiksasiya eləməliyik. Aha, aha. Fiksasiya üçün bundan istifadə edirik, hə? Bəli. Hər iki tərəfdə, sağda da, solda da istifadə edəndən sonra, onları ora taxandan sonra bunu axıra kimi sıxırıq bıçağa. Aha. Bıçağa sıxılmalıdır ki, tam orada ilişib qalsın. Tamam, çıxardı. Çıxandan sonra Bağlayırıq. bağlayırıq. Aydındır. Gördüyünüz kimi aparat istifadədə çox rahatdır, keyfiyyətlidir. Hətta belə deyək, sublim dəmiri də siz kənarına oval edə bilərsiniz bunlarla. Sublim dəmirdən göstərici. Eronla ölçüsünə sublim dəmirdə göstərərik. Mən çəkilişi başlamamışdan qabaq artıq bir dəfə yoxladım. Fokuslayıq. Görürsünüz. Bu R6 ölçüsündədir. Hazırdır usta. Bir məqamda qalıb. Bıçağı dəyişəndən sonra kəssək, görəcək ki, tam olmur. Yəni bu yan hissələrdə tənzimlənməlidir kəsimə görə. Bunda, yəni əsas məqsədimiz odur ki, bunu göstərək. Bu sublim dəmiri də eləyir. Bir dənə zəhmət olmasa R3-də də sublim dəmiri kəsək. Gördüyünüz kimi heç bir avadanlıq, heç bir əziyyət çəkmədən sublim dəmirdə kəsə bilir. Buyurun, kimə avadanlıq maraqlıdırsa bir əlaqə saxlasın. İşlərinizi götürün, gətirin burada görün. Avadanlıq necə işləməsi ilə tanış olun yaxından. Bizi digər platformalarda izləməyi unutmayın. Facebook, WhatsApp, Instagram, YouTube üzərindən. Zəhmət olmasa videomuzu bəyənin, paylaşın. Kanalımıza abunə olun, dəstək olun bizə. Çox sağ olun, təşəkkürlər.